Bunu Başlayaq müəllimlər dərsimizin izahına. Buyurun. koy oranı. Birinci sualda bizə deyilir ki, aşağıdakılara görə tabların lent qruplarına görə uyğunlaşdırın. Baxaq müəllimlər, hansı lent tablarımız var? Təbii ki, birincidə. Müəllimə, çox üzr istəyirəm. Bunu fayda eləyin, mən də baxmamışam. Bəli, müəllim, fayda olur. Yox. Hə, gəl. Bəli. Baxaq birinciyə. Birincidə bizə deyir ki, hansı lent tablarını uyğunlaşdırmaq olar? Təbii ki, 1-ə A variantı uyğun gəlir. Yəni, Home-da sal yerləşir. İkinciyə G variantı uyğun gəlir. Təbii ki, links. Baxın, insert-də linkslər yerləşir. Üzr, saniyə. Bəli. Axşamınız xeyir müəllim. Hər vaxtınız xeyir. Onda belə sıra variantı. Bəli, 7-ci isə 7. View-sa hansı uyğun gəlir? Təbii ki, show. Show düyməsi view-sun daxilində yerləşir. Yəni, o sadəcə əzbər yadda saxlamaqla bir şeydir. Sadəcə əzbər yadda saxlayır. Baxaq, üçüncü. İnformatika elmləri. Əslində, çox sadə sualdır. Cümləsində kodlaşdırıla biləcək ən minimal əlifba ilə maksimum neçə simvol kodlaşdırıla bilər? Maksimum neçə simvol kodlaşdırıla bilər? Bunu necə hesablayırdıq? Burada müəllimlər deyir ki, minimal əlifba dediyinə görə, burada minimal əlifba, yəni təkrarlanmayan simvolları sayırıq, yəni təkrarlananları götürmürük. Təkrarlanmayan simvolları sayırıq. Neçə dənə təkrarlanmayan simvol varsa, o simvolu üslü şəkildə ifadə edirik. Necə müəllim, başa düşmədim ki. Baxın, burada neçə dənə təkrarlanmayan nə nəzərdə? Məsələn, 5 dənə təkrarlanmayan simvol varsa, 5 dənə. 5-i 2 üstü 5, 2 üstü 5 şəklində yazırıq. O da bizə 32-ni verir. Bu da bizə 32-ni verir. Hə, yəni informatika elmləri sözünün içində təkrarlanmayan hərfləri götürürük. Bəli, kesinlikle. Hə, orada boşluq necə götürülür? Bəli, boşluq da götürülür. Biz mütləq boşluğu saymalıyıq. Çünki boşluq bir dənədirsə götürülür. Yəni, boşluq da bir simvol əməlidir. Yəni, 2 dənə boşluq olsaydı, boşluq götürülməyəcəkdi. Bəli. Baxaq üçüncüyə. Bir A vurulsun 5 son 2 nöqtədən ibarət olan qraf fayl 256 rəng çalarından ibarət olmaqla 32 kilobayt yer tutur. Deməli, burada düsturumuzu necə yazar? Düstur qurarıq. Hə. Yazarıq. Aynen. A vurulsun 512, o da vurulsun 256, bərabərdir 32 vurulsun 210. 13 daha doğrusu. Düsturu qurup düsturlar yazarıq.
buradakini qeyd eləyək. Bax, bura bu qaydada təmiz qrup yazırıq. A, A'mız x əvəzidir. Vurulsun 2 üstü 9 bərabərdir. 32 kilobaytdır. 32 vurulsun 2 üstü 13 bu şəkildə yazırıq. Buradan da A. 13 niyə? Çünki həmişə bitlə ifadə olunduğuna görə. Axı rəng bitlə ifadə olunur. Qrafik informasiyanın həcmini tapanda bitlə ifadə olunur ona görə. Orada kilobaytla dediyinə görə hər üçdə eyni vahid də olmalı ki, biz onları üzərində vurma, bölmə, çıxma əməliyyatları ümumiyyətlə 4 əməlin 4-ünü yerinə yetirəcək. Üstü şəklində yazılır. Buradan da yazılır. A bərabərdir. Bu ifadəni 32 vurulsun 2 üstü 13'ü, 32 də 2 üstü 5 bizə verir 2 üstü 18 bölünsün 2 üstü 9. Bu da bizə 2 üstü 9'u verir. Şimdi biz burada harda səhv elədik? Burada rəng çaları deyil. 256. Vay, 256 arada rəng çalarını mən diqqət eləmədim. Rəng çaları da verir. Bu səhvli hesablanır. Çünki rəng çaları verir. Orada 8'i götürürük de Mehmet. 208, 8 bit. Bəli. Bəli. A vurulsun 512. O da vurulsun 8 bərabərdir. 32 vurulsun 2 üstü 13. Buradan da A bərabərdir. Elə bil ki, biz bu hissəni ümumi hərfini 18 bölünsün 2 üstü 12. Bəli. O da 2 üstü 6 edir. Bu da bizə 64'ü verir. 64'ü birbaşa yazırıq. Çünki burada 64 bizə rəng dərinliyi falan deyil. Sadəcə olaraq rəng dərinliyi piksel olduğuna görə birbaşa yazırıq. Tamam. Hansı elektron poçt ünvanı ola bilər? Müəllimə, A bəndi. Bəs məbləğ digərləri niyə ola bilməz elektron poçt ünvanı? Hansı? Digərləri. Müəllimə, burada elə ki W-dur ikincidə, o yəni o tamam başqa şeydir. Sonra üçüncüdə İnformatik belə deyək, az deyə bir ünvan yox. informatik az. O elə başqa şeydir. Bəli, elə bir ünvan yox. Bəli. Ona görə yazır bilməz. Beşincisi deyək ki, Sonra- bəli, buyurun. Sonra Yüsel az, o da ola bilməz. Parul. Ətdən sonra nöqtə var, ona görə ola bilər. O da ola bilməz. Ətdən sonra nöqtə var axırıncıda. Dördüncüdə də ət yoxdur. D-də də ət işarəsi yoxdur. C variantı biraz ola bilər axı, yoxsa onun səbəbi nədir ki, C variantının olmaması? Deməlim, ətdən əvvəl nöqtə var. Bəli. Ətdən əvvəl nöqtə olmaz axı.
Hə. MS-DOS, bu da MS-DOS-da da müəllimə A və D-dir. Hala Fayla da ola bilməz. Müəllimə, bu bizə sual verim olar bir dənə. bəli. Mən elə belə baxdım buna. 11-ci sualın cavabında səhvlik var. Aha. İnformasiyanın toplanması, ötürülməsi, qəbul edilməsi, saxlanılması və emal edilməsi informasiya prosesləridir. İnformasiya. Müəllimə deyir, İnformasiya. müəllimə deyir, elm necə adlanır? O cümləni düzgünmüşsə elm yazmamalıdır. Elə də yazmalıydı ki, nə deyir? Ay sağ ol. Bax, mən ona görə deyirəm də müəllimə. Məntiqlə fikirləşəndə bax, mən onu deyirəm. Burada cavab informatikadır, D variantıdır 11-də. Müəllim, deməli, burada deyir ki, öyrənən elm necə adlanır? İnformatik elmi. İnformatika. Yəni desəydi ki, edilməsi hadisəsi nədir? Məsələn, saxlanması, emalı, toplanması, ötürülməsi hadisəsi nədir? Onda biz deyə bilərik informasiya prosesləri. Ay sağ Hə, ol. burada informatikadır cavab. Hə, o nöqteyi nəzərdən dedim mən. Bəli. Bəli, başa düşdüm, amma burada informatika götürülməli. Bəli. İndi müəllimlər, baxaq əsas 6-cı sualımıza. Sual əsas müəllimlərimizin çətin çəkdiyi sualı. Bu da bizə deyir ki, həcmi 8 megabayt olan qrafik fayl 4096-2048 nöqtədən ibarət olarsa, qrafik faylın rəng dərinliyini deyin, tapın. Rəng dərinliyi necə taparıq? Müəllim, burada rəng dərinliyini. Mən burada Müəllimə, o P bərabərdir 2 üstü şey deyil. Aha. Hə. 8 megabaytı böləcəyik, yəni 8 vurulsun 2 üstü 23 bölünsün 2 üstü 4096 2 üstü 12 eləməlidir. Bu da 2 üstü 11'dir. 2 üstü 23-ə. Hə, 2 üstü 23 2 üstü 23'də gedir, qalır 8-in özü. Hə, yəni müəllim, o müəllimə, bilirsiniz necədir? O P bərabərdir 2 üstü D var idi, o düşdü. Bəli. Hə, bax, o düsturla hesablayırıq. Elə deyil Nazım müəllimə. Bəli, bəli. Burada da müəllimə 7-də də hə, olar izah edeyim 7-də də. Bəli, buyurun, deyin zəhmət olun. Həcm bərabərdir, həcm. Bəli. Sətr, vuraq simvol, o da vuraq səhifə. Burada həcm məlumdur, sətr məlumdur, səhifə məlumdur. Simvolu tapırıq. Deməli, həcmi bölünük sətrin, səhifənin hasilinə. Bəli. Bir də müəllim Unicode deyə 2-yə vurmaq. Hə, bir də onu ay sağ ol, əla, super. Onu da vururuq 2-yə. Ancaq o qayda ilə bölüb vururuq 2-yə. O kilobiti də çöndərib bayta. Kiçikdən böyüyə eləyəndə də, çevirəndə də 2 üstü 6 vuracağıq, 2 üstü 10. O da eləyəcək 2 üstü 16. 2 üstü 16-nı böləcəyik, deməli 2 üstü 8, o da 2 üstü 4, 12-yə. 2 üstü 4. Bəli. Hə, bu elə bir ki, şeylə də siz deyin, bu yolla, bu üsulla. Bəli. Düzdür müəllimə? Bəli. Hə. Baxmamışam, ancaq elə belə sonra baxacağım inşallah. Bəli. Davam. Baxaq növbəti sualımıza. Qanun müəllim, növbəti sualı nə qədər həll edərsiniz? Zəhmət olmasın deyin. Bir aşağıdakı məlumat 64 simvolu sistem ilə verilmiş və baytlarla kodlaşdırılmış müxtəlif simvolların sayını tapın. Mənim bu aşağıda o 5 dənədir. İkisi təkrarlanıb deyə 4 götürülüb. O
Yox, baxın deyir ki, 64 simvollu sistem. 64 simvollu sistem o deməkdir ki, orada Yəni 2 üstü 6-dır da onu bilirəm. bəli, 6-6. bəli, bir simvol yaddaşda nədir də yer tutur. Bir simvol. Yəni bunlar hamısı 6-6-dır. Bəli, onu bir alt-alt ayırır. Alt-alt ayırır. Ayırandan sonra deyir ki, müxtəlif simvolların sayını tapın. Görün, hansı Hə, onca burada ikisi eynidir deyə. bəli götürürük, müxtəlifləri götürürük. Sadəcə ona görə 4 dənə. Bəli. Baxaq nə baxın. Bu da deyir ki, bu ədədlərlə 8-də üstlərdə bir əlavə ilə AB 16 bərabərdir X, A. Burada nə edirlər? Hesablayanda. Burada AB 16-nı 8-yə keçirib elə topladım. Ha, o rahat qaydadır. Bəli. Ən rahat Hə, qaydadır. elə 10 elədim, rahat aldım. Əla. Müəllimə bunu elə bir ki, onluğa çevir, sonra 8-yə çevirmək olmaz. Olar, mənim onda uzun olacaq. Elə bir dənə AB 16-nı 8-yə çevirib, yəni 10-luqdan keçib sonra 8. Ben sizden kimim? Onluqda yaxşı da müəllim, onda bilirsən ki, Ben tam emin olur da adam. Uzun da olsa ama tam emin olursun. Hə, mənim 10-luğa keçirdirsiniz. Sonra 10-dan 8-yə təzlənir. Uzun. Bəli. Burada da 1, Mən bir dənə AB 16-nı 8-yə keçirdim, yox. O alt-alta toplamaq rahatdır. bu qaydada məndə ikili şəkildə yazdım. İndi ikilikdən misalımızı keçirək, belə deyim, 8-liyə. Burada yazılıbdır AB, yəni rəqəmimiz hansı oldu? 1, 0, 1, 0, 1, 0, 1, 1. Bax, budur rəqəmimiz. İkilikdə. İndi bunu mənlə biz keçirməliyik 8-liyə. Ona görə axırdan 3-3 ayırırıq. 3-3 ayırırıq. Bu əslində ən rahat qaydadır. 4-2-1, 4-2-1, yenə 4-2-1 qaydasına yazırıq. Sıfırların mənası yoxdur. Bunları əzbər bilirəm. 2, 1. 4 1 də 5-dir, burada da 2-dir. 3 üstü tərəfdən ayrı. Və deyil. Hə, 250. 2, 8 isə. İndi gətirik mənimlə burada. Bax, bu ədədin üzərinə bu ədədi əlavə edirik. 252-ni əlavə edirik. Təbii ki, yəni bu 8-likdə olmalı, normal halda, yəni alt-alta belə normal alınırsa. Çünki belə deyim də, alınan hədlər digər say sistemində yerləşdiyini görə. Baxaq növbəti. Axşamınız xeyir olsun müəllimlər. Orada 252-ni axırda yazanda 1 ilə 2, 3 eləyir axı müəllimə. O nətər 4 alınır axırıncı. Y variantı. 252 deyil, 253-dür. Hə, 2-nin üstünə 1 gələndə 3 edir. Müəllim orada mexaniki səhv yazır. 253. Hə, 253 olmalıdır. Çünki orada 11, 3'ü bildirir. Hə, 2 ilə 1 edir. Hə. Benim toplayanda baxanda 1 verilir orada. Bəli, orada mexaniki səhv elərsən. Tamamlayıcı rəhlər müəllimlər. Baxın, bu artıq belə deyim, 9-cu sinif kitabına da əlavə olunub, dönə demişik, diqqətli olun şimdi. Tamamlayıcı rəhlər hansılar idi müəllimlər? Abı, sırğa çiçəyi, sarı. Simik. Bəli. Şeylərlə də tapmaq olar. Sumuk idi da. Bəli. Siyahtan şeylərdə tapmaq olar. S, M, G, K. K yox. Bəli. Yalnız çox məsələlərində istifadə olunur.
İnformasiyanın toplanılması, ötürülməsi, qəbul edilməsi, saxlanılması və emal edilməsi hadisəsini öyrənən elm necə adlanır? Bu da informatikadır. Proseslər, müəllim, əslində burada elm yazmamalıyıq. Ümumiyyətcə, Bayaq bir dediyim sualdır, nə müəllimə? Qəbul eləmiriksə, onda prosesləri sayılır da. hə, bir cümləni düz yazmışsınız, qarışdırıblar. 96 megabit neçə kilobitdir? Təmrə, megadan kiloya keçəndə neynirdik? Birinci mən 8-ə böldüm, megabayta keçdim. Sonra da kilobayt 210-a vurdum. Çox qəşəng müəllim, düz yazmışsınız. Əvvəl bitdən bayt məsələsini həll edirsiniz. Əla, çox yaxşı. Dəqiq yanaşmalı baxın. Bitdən bayta keçin. 96-ı 8-ə böləndə 12 edir. Elin 12, 2 vurulsun 2 üstü 10. bəli, megabayt. 12 də vururuq 2 üstü 10-a, yəni 1024-ə. 12 də vururuq. 12 vurulsun 2, 12'ni de 3 vuraq 4 kimi yazanda 4 2 kvadratı 3 vuraq 212 edir. Bəli, 3 vurulsun 2 üstü 12-ni buradan alalım. İndi edirəm ki, adildir həzimizin. Burada hamısını bir-birinə vurdu. 10 vur 10, sonra vur 256, vur 128. Sonra burada RGB olduğuna göre 24 bit. Bölünsün 213. Kilobayta çevirdim. 213'e böldüm 9600 lira. Əla, bəli. Bu suala məmlə tüm qaranlıq nöqtələrdən başa düşdük bu sualı. Güzel, tam başa düşdük bu sualı. Bəli, müəllimə, bəli. Məmlə, burada da düz hədərdir, nəfərlər. Bu en asandır. Cüp dese sonra sıfırdı. Sonra sıfır noktadan bir tane B'dir. Bəli, bu qədər sadə. Onunla bir kaçtı. Bəli. Bir kompüterin strukturu nəyi təyin edir? Təbii ki, məmlə, kompüterin strukturu nəyi təyin edə bilər? Kompüterin tərkibinə daxil olan komponentlərin tərkibini və onlar arasındakı qarşılıqlı əlaqəni təyin edə bilir. Kompüterin daxili sistemi aşağıdakılardan hansılardan ibarətdir? Kompüterin daxili yaddaş sistemi. Təbii ki, məmlə, daxili yaddaş sistemi registriydi, əməli yaddaş, keş yaddaş. Mesela yaddaş için. Flash kart. Hem orada flash kart harici değil. Bəli, flash kart yoxdur burada. Flash kartda diye bir şey yok. Ama müəllimə flash yaddaş daxilidir. Flash yaddaş var da, müəllimə. Flash yaddaş yaxud daxili yaddaş daxil. Mənim var flash yaddaş, flash kart yazı baxın. Deyəmən B variantı uyğun gəlir. Registr əməli keş. Hə, Da bir variantı. B, amma düz deyil. Ümumiyyətlə, bəzi səhvlər var. Bu testlərdə bəzi səhvlər var. Hem testten zarar yoktu. Biz sakıdım. Bəli. İmtihanımıza da Cavab dalladır. Cavab dalladır. Kompüterin xarici yaddaş qurğuları hansılardır? Xarici yaddaş. Burada da yok hada elə deyil ha var. Flash yaddaş Ama- yoktu burada da. A variantı necə olar ki? Hada burada da mən B variantı uyğun gəlir. Bəli. Bəli, bir uyğun gəlir. Bəli. A'da çünkü flash yaddaş daxili yaddaşdır. Bəli. Əfsanə müəllimə, deyirsiniz ki, biz səhv eləməyək. Yəni, bəla burasıdır ki, biz düz tapırıq, qallıq məhəddər ki, biz bunu tapmışıq, bu da bunu göstərir. Müəllimə başa salır da sonra da. Yox, o imtihanda müəllimə olmayacaq, da başa salan.
Həcmi 39 kilobayt olan musiqi faylı və həcmi 9 kilobayt olan şəkil faylı Windows əməliyyat sistemində ümumi olaraq yaddaşa nə qədər yer tutur? Ümumi həcmi 39 kilobaytdır. Fayl. Bir həcmi 9 kilobayt olan şəkil faylı Windows əməliyyat Müştəridə gəlirik də bunu. ümumi yaddaşdır. Baxın, kilobaytla verir. Kilobaytla baxın. Sualın üçün bir mənasız bir sualdır bu. Yəni, axtarın ki, sualda nəsə bir fərqlilik olsun. Ən azından bura bit byte-la yaza bilərdilər, yəni. Ki, nəsə bir fərqlilik olsun sualda. Onun cavabı 48 eləmir ki. Bu 48 dənəndə. Yəni, çox sadə sual. Yəni biz onu klaster üsulu kimi yazdıq. 4'e böldük. Aha. Belə. Bir dənə qayıdın arxaya. Burada müəllimə biz 39'u 4'e böldük. Elə bir neçə dəfə düşür? Yəni 39'a yaxın olan 4 hansı 40. Yox, necə bölüyor? 39'u 4'e böləndə neçə dəfə düşür? Hə, neçə dənə klaster 9 dəfə. Hə, 9 dəfə düşür. 9, biri artıq qalır deyə 40 kimi. Yəni 10 eləyir. 10 da 4'e vuranda təzədən 40. Bu birisi də 9 kilobaytı. 9'u 4'e böldük. 9'u 4'e böləndə neçə dəfə düşür? 2 dəfə. Biri də artıq qalır 3. 3'ü 4'e vuranda 12. O 40, o da 12, 52. Bəli. Burada biz sizə yazmayıb. Əslində yazılmalıydı ki, klasterin həcmi nə qədər? Hə, klaster. Ümumiyyətlə həmişə verməyəndə klasteri 4 kilobayt kimi götürürük deyə ona görə elə şey. Bəli. Burada isə produktdir. Produkt vurma deməkdir. Bir, görsənmir. A1'i B1'e vurun. Hasilini tapın. Mən bu sum produkt deyirik. Sum produkt mən eşitməmişim. Yəni ki, belə deyim, Burada cəmləyib, cavab 27 veribsə, A1'dən B4'e qədər olan ədədləri cəmləyib. bəli. Tam produkt. Burada yəni Produkt bilmədim nə üçündür. produkt bölünür, vurma demək, hasil də əslində, amma Hə, onu bilirəm, ayrılıqda bilirəm, amma bir yerdə görməmişəm biz. Bəlkə müəllimlər görüb bilmirəm, mən görməmişəm. Bax bu sum eləyəndə 27 alınır. A2, A1 ilə B4. Onları sum eləyəndə 27 alınır. Produkt eləyəndə 27 alınır. Yəni tam produkt gəlmir. Verilmiş şəklə əsasən səhifə nömrəsini neçədən başladığını müəyyən edin. Baxaq. Baxın, burada dayanıqlı neçənci səhifədə dayanıb? Deyir ki, 9-cu səhifədəyik, düzdür? Page 9. Baxın, səhifənin nömrəsi 9-dur. 4'ten başlayır da. Necə? 4'ten başlayır da səhifə. Bəli. Deyir 8-in 4-cüsündəyik. Baxın, yəni deyir 8 səhifə var. 1, 2, 3, 4, 5, 6, 7, 8. Baxın, deyir 8 də. Bu o deməkdir, 8-in 4'ü. Deyir 8-in 4-cüsündə dayanmışıq. Bax, burada dayanır. Və page 9. Burada səhifənin nömrəsi 9'dur. İndi deyir ki, səhifə nömrəsi neçədən başladığını müəyyən edin. Əgər 4-cü 6, səhifə geri qayıdacaq. 9'dursa, neçədə dayanıb? Neçədən başlayıbdır bu? 6'da. Bəli. Buradan yazsaq ki, məsələn,
6'dan başlasa, 6'dan başlayıb gəlsin. Bura düşür 6, bura düşür 7, bura da düşür 8. Belə. Ona görə birinci səhifəmiz 6-cı səhifədir. Daha vardır. Yenə deməli, bu o deməkdir ki, 8-in 4-cüsü. 8-in 4-cüsündə dayanır. 8 ilini bura nə gedir müəllimə? 8-ci səhifənin 4-cüsü nəyi sətri yoxsa nəyi? Yox. 8 burada nə gedir? 8-ci nə gedir? Müəllim? 8 səhifəlik mətndir. Ümumi mətn 8 səhifədir. Bir 8 səhifəlik mətnin 4-cü səhifəsində dayanır. Və nömrə 9 nədir burada? səhifənin nömrəsi. 9 səhifənin nömrəsidir. Səhifəni də deyir. Nömrə Deməli 8 səhifəlik mətnin 4-cü səhifəsi 9-cu nömrədədir. bəli. Bəli. Yəni biz sizə təməl 8 səhifəlik Word sənədiniz var. O 8 səhifənin gəlib 4-cü səhifəsində dayanır. Dayandığı 4-cü səhifənin nömrəsi 9-dur. Onu demək istəyir. Sonra deyir ki, təyin edin görür, birinci səhifə neçədir, yəni neçənci səhifədən başlayır. O mənada. Bu da mənada avtomobil nömrə nişanlarıdır. Burada cəmi 82 variant var, 26 hərf var. Yəni bunların hər birini bir-birinə vurur. Yəni neçə dənə variant deyirsən bir-birinə vurur. Bir növ ehtimal kimi fikirləşin. Mənim orada 444 bir önəm daşımır da. Yox, xeyr. Xeyr, orada Hə, demək 4-ün mənası. 26 iki hərfli deyir deyə 26 üstü 2 olacaq. 10 dənə Bəli. 10 dənə də 1 deyəcəyiz. Bəli. Yoxsa bir dənə 10 deyil. Hansı misala baxsınız? 21. 21. Üç rəqəmli ədəddən formalaşır. Üç rəqəmli. Yəni sadəcə gördüyünüz kimi bizə deyir ki, sonu 444 ilə bitən neçə avtomobil nömrəsi almaq olar. Yəni ona görə burada sonunda 444-ü yazmanın mənası yoxdur. Sadəcə bizə nə lazımdır? Neçə dənə variant verildiyi lazımdır. 3 rəqəmli ədədlə. Bəli. Burada müəllimə, deməli 26 hərfdirsə 26-ya vur ingilis əlifbasında. Bəli. Rəqəmlidirsə də 3 rəqəmli 3 dənə 10-a vururuq, yoxsa nəyə vururuq? Bəli. Burada 2 dənə 10-a vurublar axı. Onluq rəqəmdən söhbət gedirsə. Yox, müəllim, baxın. Deyir ki, 3 rəqəmli ədəd formalaşdırır. Hatta yuxarı qaldırır, aşağı indirir müəllimə, yuxarıdan görək ki, tam oxunmur. Hə, yaxşı.
Kimin kitabında da var. Müəllim bu sualdan 2-dən 3 dənə. Bu bilsiz nədir? Bəli, məntiq statistikada elə bil ki, məntiq əməllərdə bir növ. İndi burada hansı düz oldu müəllim? Bir dənə izah verin də sən. D variantıdır mənim. Bəli. Burada o 444 ilə qutaran bir dənə oldu da nömrə. Bəli, bəli. Bir dənə olduğuna görə. 82 Opşu regionun nömrəsi. 26-26-da 2 rəqəm, 2 hərfli ingilis əlifbası. Bəli. Bir dənə də 444-dən qutaran. Bəli. Hələ belə deyim də müəllimlər, bu sırf ehtimal nəzəriyyəsidir. Hansı ki, indi institutlarda keçilir bir semestr, bu ehtimal nəzəriyyəsidir. Riyaziyyat, informatika, ibtidai metodika ixtisaslarında keçilir. Ən sadə sualıdır bu ehtimal nəzəriyyəsinin. Yəni, məsələn, MİQ-də daha belə çətinlər düşür də bunların. Amma bizə sertifikasiya asan verirlər. Çünki orta məktəbdə nətər deyim, uşağa durub institut dərs keçməyəsiniz ki. Ona görə MİQ-də çətindir, o mənada ki, universitet biliyini yoxlayır. O məntiqdən. Mənim bu suallar hardan tərtib olunur? Düzü baxmamışam heç bu suala, indi burada baxıram. Bunlar Bu müəllim, suallar əvvəlki Aha. illərin, belə deyim, Təhsil Nazirliyinin bazasında olan MİQ suallarıdır. siz tərtib eləmisiniz, yoxsa kimsə tərtib eləyib atıbdır? Düzü mən başqa müəllimdən götürmüşəm. Yəni o da həmin mən özüm də bilirəm də bu sualları əvvəldən işləmişik. Yəni bunlar sertifikasiyaya düşə biləcək suallardır da, belə başa düşürəm. Bəli, bəli. Yəni Təhsil Nazirliyinin özünün bazasında olan suallardır hər biri. Yəni orta məktəbdə nətər deyim, adı çəkilir də bu mövzuların. Var orta məktəbdə. O mənada. Ona görə. İşləməmişəm. Elə burada elə qrupda bir iki dəfə baxdım, davamına çıxdı. Amma maraqlı suallar var. Bəli, bəli. Yəni sırf orta məktəb səviyyəsindədir. Excel proqramında yaradılmış cədvəl aşağıdakı kimi verilmişdir. Dərsdən sonra mən elektron sınağı atacağım qrupa, hazırda elektron sınağınız. Orada da maraqlı suallar var. Mütləq baxarsınız. Bu cover kvadratdır da, yəni nəyinsə kvadratı. Bəli, A1 Kvadratı nə idi? Nəyinsə üstü. Dərəcə. A isə o, bəli. Baxın müəllim. Amma burada mən səhv veriblər. Nətər? Səhv veriblər də belə bir şey ola bilməz axı A1-dən Yox, D7-yə. Diapazonun üstü 2 o nətər Yox. yazıla bilər. Ona görə buna deyirik value. Yəni bu tip səhv olarsa value. Yəni səhvin tipləri. Xəta deməkdir da, müəllimə, yoxsa Bəli, bəli, tip xətasıdır. D tipi düz yazmayıbsan. O tip deməli value deməli o xəta da Excel-də o cür verilir da onda. bəli, tip xətası. Value. Yes, bu da. O məndə var. Çəkib ataram sizə, baxarsınız. 1 bölünsün 0 nədir? Value Bəli, nədir? bəli. Qrupa at. Sonra Başqanla zəhmət olmasa. Çünki elə olanda da çıxardı gözü qabağında olur. Yaddan. ataram baxarsınız. Çox sağ ol. Davam edək. Deyir, X ədədinin 10-20 parçasına daxil olmağı şərti hansıdır? X ədədi Ondan böyük 20-dən kiçik ədədlər hər ikisində alır. bəli. 10 və 20 şərtinə. Baxın müəllimlər. Həm 10 olsun deyir, həm də 20. Buna görə mütləq bərabərdən də istifadə etməlidirlər. 10 və 20. 10-dan böyük olmalıdır, 20-dən də kiçik olmalıdır ki, hamısını götürə bilsin. Və daxil olmağı şərti, yəni hər ikisi də deyirsə, hər ikisi də, ona görə ənd işlədir. Or yox, yəni burada dəyişik salmayaq, ənddən or. Bu tiplər də geniş istifadə olunur, bax bu suallardan da. Yəni bir neçə il dalvadan MİQ-də istifadə olunur bu suallar. Yəni Təhsil Nazirliyinin özünün balansında var bu tiplər. Burada müəllimə, kiçik bərabər deyirəm. O mötərizənin önəmi var, yəni kiçik bərabər, böyük bərabər olmağa. Əlbəttə ki, Qapalı mötərizədə. bəli. Mötərizədə olmalıdır ki, orada ənd yazıla bilsin. Yox, sadə mötərizə olsa, onda sadəcə olaraq kiçik x, məsələn B variantı uyğun gələ bilərdi. Bəli. Ya orada oradan mı atdı?
Or olduğuna göre bir tane götürmüş. Yani orada mörtəzənin önəmi var da, kəskin mörtəzə gedir, nə gedir bilmirəm bu mörtəzə. Bəli, mörtəzədə yazılmalı. Abidəni tutur da, kiçik bərabər, böyük bərabər olanda göstərilir mörtəzəni. Bəli. Uyğunluğu müəyyən edin. Baxaq, əməliyyat örtükləri, artıq əməliyyat örtüklərindən istifadə olunur. Əməliyyat örtükləri nədir? Əməliyyat sistemi yüklənilən zaman yüklənilən proqram idi. Amma artıq əməliyyat örtükləri əvvəllə tər yüklənirdi. Əməliyyat örtüyü ayrı yüklənirdi. Əməliyyat sistemi də ayrı yüklənirdi. Amma indi nə tər ediklər? Hər ikisini də əziyyət deyil də, daha rahatdır, belə deyim, kompüter format vermək. Hər ikisini bir yerdə yükləyirlər. Davam edək. Bir obyektin sağ sol düyməsi ilə iki qat kliklərlikdə açılıb, bir qat kliklərlikdə seçilməsi üçün hansı nömrəli əmr yerinə yetirilir? Burada mən elə double kliki gördüm, iki qat klikləmə. Bəli. Onu görən kimi dedim, budur. Bəli, double sözünün də mənası iki qat demək. Double, İki qat. hər iki kimi belə. Double o ingilis dilində həmişə öyrənirdik. U səsi verirdi. Deyir, Excel'də yazılmış aşağıdakı düsturlardan hansı hesabi düsturdur? Elə A-dır da. B-də bərabər yoxdur. C-də 8 qabaqdadır. D-də elə bir işarə ola bilməz. Y-də də bərabər yoxdur. Tərtibat rejimində yaradılan cədvəlin birinci sütunun adı nədir? Record name, field name. Məncə field name'dir tərtibat rejimində. Sadəcə əzbər yadda saxlanılması bir hissədir. Fayl menüsündə yalnız kateqoriyalarından ibarət olan bəndi seçin. Fayl menüsünün yalnız kateqoriyalarından ibarət olan bəndi seçin. Burada elə C-dir, düzdür. Recently new. Kateqoriya deyil, deməm, açılanda yəni başqa səhifələr də açılmalıydı. Yəni buranda. Bəli, yeni lövhə açılır. Hə. Nəfər konkret hansısa işi görür. Print görürsünüz, konkret hesab işini görür. New konkret yeni səhifə açır bizdən ötürü. Recent yeni funksiyalar əlavə edir. Yəni konkret bizdə iş görür ona görə. Bir slaytda hansı obyekt əlavə edilərkən format tabı açılmır? Təbii ki, table'dan. Nə deməkdir mənimlə? Bunun mənası nədir? Format tabı açılmır. Baxın, Smart Chart'dır, Equation'dır, Chart, Word Art. Bunlar hamısı format üçün istifadə olunur. Amma table ümumi cədvəldir. Bu da, belə deyim, slaytda aid deyil də, alınmır slaytda. Ona görə deyilir. Bir ABCD hərfləri uyğun olaraq falan kimi hərflərlə kodlaşdırılmışdır. CDAB simvollar ardıcılığı bu qayda ilə kodlaşdıraraq 8-lik say sistemində yazılarsa hansı ədəd alınır? Sizcə nə tər tapdılar 306-nı? Mənim 30'u deyirsiniz. Bəli. Mən bahasattır. Bəli. Birinci C gəlir, yəni 11, sonra D gəlir. O 00. Baxın əmlə, bu belədir müvafiq olaraq. D-nin qiyməti nədə? D 00'dır. Belə, bəli. D-nin qiyməti 11, D-nin qiyməti 0. 00. A-nın qiyməti 01. O bizdə 10. B-nin qiyməti 10. Bəli. Buradan 3 ayıranda Sağ ol. 3 ayıranda 116'nı verir. 3 dənə 00'ı verir. 11'də 3'ü verir.
Bəli. Baxın burada 3. Çünki burada 4, 2, 1 yazırıq. Burada da 4, 2, 1 yazırıq. Burada 4, 2, 1 yazırıq. Sıfırların mənası yoxdur. Belə. 256 simvolu yaddaşda 196 bayt yer tutur. Bu sistemdə maksimum için müxtəlif simvol kodlaşdırmaq olar. Baxaq. Deməli, 192-ni vururuq 8-ə, bölürük 256-ya. Bu da neçə edir müəllimlər? 6. 6. 6 da əslində 206. o da bizə 64. Bu qədər sadə. Aslında sadə misaldır bu. Sırf sertifikasiya tipli bir şey versiniz. Aşağıda verilmiş qraf modelinə əsasən uyğunluğu müəyyən edin. Bu da Y'ye gedən yolları hamısını yox edirsə, sonra 5 dənədir deyəsən. Bəli. Birinciyə 5'dir. 5'dir. Qraf modelinə əsasən bir A şəhərindən M şəhərinə, Y şəhərindən Keçməmək. neçə müxtəlif yol Y'ye gedən yolların hamısını silir. A şəhərindən M şəhərinə, Y şəhərindən, A'dan M'ə, Y şəhərindən keçməməklə. Gələn və gedən yolların üstündən xətt çəkir. Belə bir şəhərimiz yoxdur. A şəhərindən M şəhərinə, D şəhərindən keçməməklə. Ha, biz bunların hər Variantları eləyəcək. Yəni birinciyə uyğun gəlir 5 dənə. bəli, baxın burada bu yolu yox elədik. Bu da deməli bizə neçə dənə yolumuz uyğun gəlir? A'dan 1 çıxır. Bu variant verilir. Bəli, bu da düzdür. İndi Hə, ikinci elə. hesab verilir. Gene yoxlayaq. İkincidə hansı qayda ilə yazırıq? 2-yə A-nı mənimsədirik. 1. İkincidə M şəhəri D şəhərindən keçməklə artıq D-dən də keçirik. yəni bir də D'dən ki mütləq keçməlidir. O birisilər üzrə ehtiyac yoxdur. Məsələn, Q'ya ehtiyac yoxdur. F'dən G'yə, G'dən M'ə ona ehtiyac yoxdur. Baxın bu qaydada. Bu qaydada trayektoriyamızı çəkirik. Bir A şəhərindən M şəhərinə, G şəhərindən keçməməklə, burada da məmnun. Üçüncüdə də artıq G-ni yox edirik. Baxın, burada da artıq G-ni yox edirik. Belə. Bu qaydada hesablayırıq. 8'lik ədədi yaddaşda neçə bit yer tutar? Bunu keçən dəfə başa saldınız. Bəli. 3, 9 dənə. Bəli, 8 məmnun. 2 üstü 3. Deməli, bir simvol 3 bit yer tutur. Baxaq. Məqamın təntiyyədir də, mən ona qulaq asmamışam, izah edədik izah. Orada 3 rəqəmli ədəddir. 3 dənə üçümüz elə bir 8'lik deyirsə 8 nədir? 2 üstü 3 gedir. Hə, 3 rəqəmlidir deyə həmin o 3'ü 3'ə vururuq. Hə, 3'ə vururuq 9 bit. Hə, başa düşdüm, sağ olun. Yəni 2 rəqəmli olsaydı 2'ni 3'ə vuracaqdınız. Bəs 16'lıq sanki 4 rəqəmli olsa 4 3'ə vuracaqdı. 8'də soruşurdu yəni. Aydın. Hə, 16'lıqda olanda 4'ə vuracaq. 4'ə vuracaq. Hə.
Deyil ünvanlardan hansı düzgündür? Peki, təbii ki, burada təsir nöqtə, nöqtə, qov nöqtə. Evet. Personel. Burada niye uygun değil? Bakın burada drop pozu, burada bu pozu, burada bu pozu. Təhsil nöqtə, edu yoxdur burada, ona göre tam değil. Ona göre en düzgün variant D variantı. Biz hansı şəklin skanerlə kompüterə ötürülməsi nəticəsində yaranan kompüter qrafikasının növünü göstərin. Təbii ki, Rast. bəli. Baxın müəllimlər, sual ola bilər ki, printerdir, sonra skanerdir, adicə kompüterlərdir. Hansı qrafika ilə işləyir? Rast. Bəli, hər biri rastrla işləyir. Heç biri vektor falan seçmir. Bir aşağıdakı proqram fraqmentinin icrası nəticəsində hansı qiymətlər alınır? Burada mənim. 15. Değil mi? Ay, buyurun mənim. Yani burada 17-15'ten böyüktü değil. Bəli. 17 üstüne 13 gelirik. 30. İkinci efe düşürük. 15, 17'den böyüktü. Xeyr, şey daha hesaplanmırıq. Elə 30 edirdi. Bəli, deməli burada hansılar iflərdir? Alt-alta iflərdir. Alt-alta iflər olduğuna göndərilir. Bunların hər ikisinə baxırıq. Alt-altadır deyə bərabər hüquqludur. Hər ikisinə baxırıq. Birinci şərt ödəyir, İlay müəllim. Bəli, birincidə şərtimiz ödəmir. Çünki B böyük deyil axı A-dan. Ona görə B-ni çap edə bilmirik. Sonra düşürük yalnız A'ya, A'nın üzerine 15 əlavə edirik və sonra da B'nin də üzerine A əlavə edib 30 qiymətini almış olur. Bizdə niyə ödəmir ki? Müəllim ödəmir mi? B böyük daha. 17 böyüklərdən 15'ten. Ya da elə birincini ödəyib hesablayırıq. Mən sürüsəsi texniki səhv elədim. Əksinə götürdüm. Birinci 17. Hə, bəli. Bəli. Yazmışıq müəllimlər defin. Maraqlı defin. Mən yazmışam. Əla, aferin sizə. Evet, Yazardı da müəllimə imkan varsa bunu. bəli, baxın. Götürürük rangi S3-dürsə, gətirir rangedə 0, 1, 2 qiymətlərini qoyuruq. Baxın. Bəli, burada misalımız hardan başlayır? Ona görə yazasan sonra. Bəli, müəllim, ona görə istəmədim əziyyət verim. Baxın, burada deyir S bərabərdir 3. S-imiz 3-ə bərabərdir. Bir foreign range 4. Aralıq isə 4'dür. O deməkdir ki, 0, 1, 2, 3 bu qiymətlərlə dövr edilir. Bir S bərabərdir. S-in üzərinə nəyi əlavə edirik? T0'ı. T-A'nın. B, T. A'nın yerine elə 1-0'ı qoy. Bəli, baxın, bu iç içəridir. Elə bil ki, yenə defdir, amma iç içəridir. A'nın yerində də nə dayanır mənim? Hansı tam? Bir dəfə, bax, T0. bir Bu dəfə birinci. 0 olacaqdır, bir dəfə 1, bir dəfə 2, bir dəfə 3. Baxın, bu qiymətlər dayanacaq. Bu qiymətlər. Baxaq, birinci 0 qiymətini daxil edirik, yəni T0'ı axtarırıq. T0'ı, baxın, burada Ve T0. yukarıda x plus 3. Bəli, deyir 3. Deməli, T0'ımız 3 idi. 3'ü tapandan sonra bu oldu D3. Düzdür? Baxın, bu D3 oldu. İndi D3 axtarıram. Bura 3 yazıram. X-i bölürəm. 3'ə bölməsini alınan qalx 0. Burada neçəydi? 3. 3'ü 0'a vuranda eləyir 0.
3'ü sıfıra vuranda eləyir 0. Burada gətirib yerinə yazıram 0. Deməli, S-in üzərinə, S-imizə neçədir? 3. 3-ün üzərinə 0 gəlir, cavab eləyir 3. Bəli, deməli, burada S-in üzərinə 3 əlavə edirəm. S-imiz 3-ə bərabərdir. Nədən 3-ə bərabərdir? İndi A bərabər hesablayacağız. A bərabərdir 0 olanda S-imiz 3-ə bərabər oldu. İndi gedək növbətin. Bu bizim birinci dövrümüzdür. A bərabərdir 3 oldu. İndi müəllimlər A bərabərdir 1 olduqda. Axı bu da ikinci dövrümüzdə. Bəli. İndi gəlir T1-i tapırıq. Baxın T1-i. Bura 1 yazırıq. T1-i tapırıq. T1-in də qiyməti bu hissədədir. X-in üzərinə 3 əlavə edir. 1-in üzərinə 3 edir 4. Nə? 3 4 D4'ü aldıq. İndi D4'ü gəldik. ne yazdı? 1 üstü. Bəli, 4'ü bölürük 3'ə, o eləyir 1. 1'in də üstünə Ben burada hesaplamada birinci qalığı yazırıq, yoksa vurup sonra. müəllimə birinci qalığı. Həll olunmalı daxı birinci. Bundan alınan qalığı buna vurur. Növbəti qiymətimizdə 8 alınır. Bizə sonda S-in ən sonuncu qiymətini istəyir. Deyir, S-in ən sonuncu qiymətini çap elə. Sonra bu qayda ilə dövr edirik müəllimlər. Sonda 3 qiymətini mənimsədirik. Buna 3 qiymətini mənimsədəndə gətirib burada T3-ü axtardıq. T3-ümüz neçədir burada? Burada T3'ümüzü axtardıq. T3. Baxın, burada yazıram. T3 bu hissədə. 3-ün üstü 3-də eləyir 6. Bəs burada niyə cavab 5 verilir? Ben onu vurup sonra qalığını tapanda onda o 5 qiyməti alınır. Hə, siz vurma ilə götürmüsünüz. Vurup sonra qalıq tapanda o 5 alınır. Bir rəqəm. Amma aslında Çünkü qalıqların çoxu 0 olur deyə ona görə 5 alınır. Məncə o sualda 5 alınmamalıdır axı. Bir dəqiqə mən bunu vaxtımızı itirməyək müəllimlər. Növbəti suala baxaq. Mən bunu Pythonda yazıb bir də yoxlayacağam. Çünki bu qiymət mənə düzgün gəlmədi. Otuz səkkiz. Aşağıdakilərdən hansının yalnız giriş funksiyası var? Yəni giriş qolu vardır. Təbii ki, giriş Nereye gir var yani. TV tünel. Müəllimlər, TV tünel nədir? Hansı qurğudur? 11-ci sinif kitabında da adı çəkilir. Nə müəllimə? TV tünel hansı qurğudur? Tunel də çox qurusu doğru mu? Yox, TV tünel Tünel- hansı? Yok çok korktum. Müəllimlər, adi crossnular var. Əvvəl bu YouTube televizorlar olmamışdan əvvəl crossnular var idi. Qoşurduq Tarirkanın, onun belə aparatı var idi. Bax, o TV tünel. Bax, onlara TV tünellər deyirlər. Devam edelim. Bir aşağıdakı əməliyyatın icrasından sonra ekranda hansı dəyər çap olunar? Kompüter texnikası -11-dən sonacan deyil irəlilə, müsbət 3 addımı ilə. Burada -11 gəlir, R-yə düşür.
Oradan 3 gedəndə R, Ü, O. Bəli. Baxın, kompüter sözü yazılır. Bax, bu sözdə -11. Burada -1. Baxın, burada -1, -2, -3, -4, -5, 6, 7, 8, 9, 10, 11. Bax, gəlir buranın üzərinə düşür. -11. R hərfinin. Buradakı R hərfinin üzərinə düşür. Biz sizdə sondan saya gəlir. Mənfi olduğuna görə. Mənfi R kompüter sözündə, bax, elə bil ki, buraya yazaq. Kompüter sözündə gəlir düşür bura. -11. Deyir ki, müsbət 3 addımı ilə -11-dən başda, müsbət 3 addımı ilə irələ. -11-dən müsbət 3 çıxanda neçə qalır müəllimlər? -11'də 3 çıxanda -14. -11-dən müsbət 3 nə verir bizə? -8. Mən toplamırıq axı. -14 eləyir. Əgər belədirsə. Onda Müəllimə, -8 eləmir Nazlı müəllimə. müəllimlər, mənfi və müsbət. Necədir mənfi və müsbət arasında asıllıq? Riyaziyyata qarşı. Müəllimə, -11 üstə gələ 3 elə. Müsbət 3. Haqqıdır axı müəllim. Müəllimə, -8 eləyir də. Böyükdən kiçik çıxıb böyüyün şurasını qoy. Toplamадırsa -8'dir. Burada çıx yazılıb. Ona görə -14. Harda yazılır elə çıx? Deyim, mən burada görürəm ki, -11 çıx 3 yazılıb. Müəllimə, o yazılışı bu proqrama uyğun yazmışam əslində. Müəllimə, siz hansı misala baxırsınız? İlbər müəllim, 39. Hə, şiirdir. 39-cu misal. Müəllimə, siz hansı sual verdiniz? Bircə dəqiqə zəhmət olmasa yenə təsvirləyin. Eri götürdük. Ondan sonra 3 dənə irəliyirik. Erdən sonra 3 dənə irəliləyəndə hansını götürürük? Ü-nü götürürük. Baxın 3 dənə irəlilədik. 3 dənə irəliləyəndə. Baxın 11-də 9. Gəl çıxırıq -9-a. 9 da -9 da gəlir düşür Ü hərfinə. -9 da Ü hərfinə düşür. Niyə -9? Üçdən də gedəndə 11 də gəlir O'ya düşür. Da onda düzdür da deyəm. Bəli, gəlir düşür O'ya. Elə bil ki, belə deyim də, -11-dən 3 dənə müsbət gedəndə oradan silinir 3. Çünki mənfi gedir, müsbət mənfi aparırıq ona görə. O məntiqlə. Bilməm, kimi çatdıra bildim yoxsa yox. Tam başa düşdük məndən 39-cu sualı. Başa düşmədim şəxsən. Mən də başa düşdüm. Müsbət 3 neçə eləyir, onu mən bilmədim. Sağdan sola müəllimə, -11-ə kimi saydınız, düzdür? -11 dayandı tutaq ki, hansınsa üstündə. Sonra 3 getdiniz, yoxsa necə? Mən fikrim dağıldı, yəni baxamadım. Özünüzü neçə istiyorsunuz? Sonra yazdınız. R'dan sonra başlayırsınız 1, 2, 3. Yani E, T, Ü. 3 harda dayanırsa orada dayanırıq. 3. Ü hərfində. 11 R'ya düşür. Hə, -11 R'ya düşür. Dənə də sola gedirik. Yani sonra çağırırsınız ki R'dan sonra 1, 2, 3. Yani E, T, Ü'ye 3 harda dayanırsa orada dayanırıq. Sonra bak yine sayırıq. P, M, O. Yani 1, 2, 3. 3 harda dayandı? O da. R, Ü, O. Ondan sonra yoxdur. Elə bilməlim. Bu 2 nöqtənin işi nədir? Həmişə 1 nöqtə olur. 2 nöqtə axıra kimi olandır. Yəni sona qədər. Hə, 3-də elə bir ki 3 addımlayıb sona qədər. Bəli.
Aydındır müəllimlər? Baxın, əgər oradan harda mənfi gördüksə, deməli, mənfi varsa, biz ayaqdan başa doğru gedirik. Yəni ki, tərsinə gedirik. Məsələn, normal halda yazılsaydı 11-dən 3-ə git, 11-dən sonacan irəlilə 3 addımı ilə. Burada proqram error verərdi. Niyə? Çünki biz nətər ola bilər ki, 11-dən sonra, daha doğrusu simvol ödəyirsə, əgər seçərdi, ödəməsə error verərdi. İndi burada simvolun 2 dənə ödəyirsə, baxın, başdan ayağa gələrik. Başdan ayağa gələrik. Və yaxud da bunu mənfi 3 yazsaq error verər. Niyə? Axı, müsbət 11-dən başdan başlayıb, belə deyim də, bu qaydada olsaydı, proqram bizə sıfırlayardı. Yəni, heç bir nəticə olmaz. Bizə boş çoxluğu çıxarardı. Amma burada bizə deyir ki, mənfidən başla. Yəni, deyir, ayaqdan, bax, bu ayaqdan başa doğru git. Tərsinə git, bax, bu istiqamətdə git. Ayaqdan başa git. Harada mənfi gördük, nə edirik müəllimlər? Ayaqdan başa getdik, tərsinə getdik. O nöqteyi nəzərdən götürün həmişə. Aşağıdakı alqoritmin icrası nəticəsində ekranda hansı nəticə çap olunur? Baxın, burada split. Split neyini müəllimlər? Boşluqdan ayırır. Burada boşluğumuz da hansıdır? Sağ olar da burada onda. Yox, niyə ki, müəllim? Boşluğumuz da C-dir. Boşluğumuz da C-dir. Baxın, atasözünü yazdı, boşluqdan ayırdım. Çünki C yoxdur da, C yox olur da, elə bir C-dən başlayır. Boşluqdan ayıranda C-dən başlayıb ayırır. O nöqteyi nəzərdən. Lan orada onda C boşluğu bildirir də. Bəli. Split boşluqdan ayırır. İstəyirsiniz boşluq götürün. İstəyirsiniz hansı? Sizin yerində məsəl üçün tutaq A olsaydı onda A bildirərdi boşluğu. Bəli. Yəni götürün A-lardan ayırardı. Başa. Bəli, amma burada fərqli. Bəli. Bir dənə müəllimlər, orada def qaldı. Mən o defi ətraflı araşdırıb, dərsdən sonra proqramda yazıb atacağım qrupa. O deflərə biraz şübhəli qaldı. Ardıcılıqda həll qaydası, yəni ödəmir qiymətlər. Yəni qiymətlər onlar alınmamalıdır. Belə. İndi müəllimlər, dərsdən sonra yeni sınav atacağım. Yeni sınavımızı qəşəng-qəşəng yazarsınız. Nəticəni mütləq qrupuna paylaşarsınız. Hansı suallarda çətinlik çəkdiniz, hansı suallar alınmadı. Sağ olsun. İnşallah yeni sabah. Hər kəsə uyğundursa əgər 9-un yarısı keçə dərsiniz, uyğun deyilsə biraz ertə keçin. Çünki müəllimlərimiz dedi ki, yəni, saat uyğun deyil, ona görə 9-un yarısına təzədən qayıtdıq. Belə müəllimlər. Başqa sualınız yoxdursa, vaxtınız yoxdur. Növbəti sınava. Çox sağ olun. Gecəniz xeyrə qalsın. Siz sağ olun müəllimlər. Çalışın ən azından 20 dənə Python misalları mütləq həll edin. Hər gün 20 dənə, 10 dənə nə bacarsınız? Həll edin, qrupa atın, ya mənə şəxsiyə atın. Çünki imtahanımıza çox az vaxt qalıb. Belə. Sağ olun, gecəniz xeyrə.